Bir də dil məsələsi var. Təbriz mənim İdrisov Akademiyada həm Azərbaycan dilində, həm də rus dilində tədris var. Bu məsələyə də istəyirəm biraz toxunasınız. İdrisov Akademiyada Azərbaycan, Türk, Rus və ingilis dilində tədris olunur dərslər. Bütün dillər, belə deyək, 4 dildə tədris olunur. Yenə vurğulayıram, müəllimlərimiz professionaldır. Həm dil baxımından çox səlis danışırlar, həm də şahmat baxımından çox professional şahmatçılardır və artıq platformaya girib müəllimlərlə də tanış ola bilərlər, baxa bilərlər müəllimlərin nəticələrinə, ümumiyyətlə şahmat karyeralarına baxa bilərlər. Platformamızın üstün tərəflərindən biri də odur ki, bizim müəllimlərimiz professional müəllimlərdir. Dünya Avropa çempionatlarında, beynəlxalq şahmat turnirlərində təcrübələri olan müəllimlərdir. Və müəllimlərimiz təcrübəli olduğu kimi də bizim sırf dərs proqramımız var. Belə deyim, yəni pərakəndə şəkildə dərslər keçirilmir. Gəldim, oturdum, 1 saat dərsimi keçdim, çıxdım, getdim. Elə bir şey olmur. Plana uyğun dərslər keçirilir və təbii ki, ayda bir dəfə də düşünürük ki, bu keçdiyimiz dərsləri biz belə deyim, test formasında eləyək və uşaqların yenə də zəif tərəflərinə baxaq və o zəif tərəflərini çalışaq daha da gücləndirək.